Efirdə Telegrafın 15:00-a olan xəbər buraxılışıdır. Günün bu saata olan mühüm xəbərlərini təqdim edirik. Azərbaycanla müharibə xəbərdarlığı edildi. Mirzoyandan şok açıqlama. Azərbaycan və Ermənistan arasında həll edilməmiş məsələlər. Azərbaycan və Ermənistan yeni sənədlər imzalayacaq. Paşinyan detalları açıqladı. Bakı-Brüssel xəttində dinamika. Avropa İttifaqı Azərbaycan strateji əməkdaşlığı dərinləşir. Azərbaycan və Ermənistan sülh müqaviləsinin bağlanmasından sonra sənaye əməkdaşlığına dair sənədlər imzalayacaq. Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan deyib. Erməni baş naziri qeyd edib ki, Azərbaycan-Ermənistan münasibətlərinin yaxşılaşması sülh müqaviləsinin imzalanması ilə başa çatmayacaq. Tərəflər həmçinin sektor əməkdaşlığına dair sənədlər imzalamalıdırlar. Sülh müqaviləsinin imzalanması və təsdiqlənməsi işin tamamlandığı demək deyil. Əksinə, müqavilənin mətnində aydın şəkildə qeyd olunur ki, imzalandıqdan sonra sənaye əməkdaşlığı da daxil olmaqla yeni razılaşmalar əldə etməliyik. Nəqliyyat əlaqələrinin inkişafının vacib olduğunu deyən Paşinyan bildirib ki, hələlik konkret razılaşma əldə edilməsə də Bakı və İrəvan bu sahədə artıq əməkdaşlıq edir. Azərbaycan və Ermənistan arasında sülh prosesi müsbət məcrada davam edir. Telegraf xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Naziri Ararat Mirzoyan deyib. O bildirib ki, tərəflər münaqişə bitdikdən sonra barışıq üzrə dialoqa başlayıblar və proses davam edir. Amma qanlı konfliktin yaraları hələ sağalmayıb. Mirzoyan əlavə edib ki, hər iki ölkənin xalqlarının həqiqi barışığa ehtiyacı var. Hələ də həll olunmamış məsələlər var, amma sülhə gedən yol ümumilikdə nikbindir. O vurğulayıb. Ermənistan Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Kristine Qraqoryan baş nazir Nikol Paşinyanın müxalifət parlament seçkilərində qalib gələcəyi tədbirdə Azərbaycanla yeni müharibə barədə xəbərdarlığını məntiqli adlandırıb. Telegraf xəbər verir ki, bu barədə o parlamentdə müxalif deputatların müvafiq suallarını cavablandırarkən bildirib. Baş nazirin dediklərinin əsas məqsədi ondan ibarətdir ki, əgər seçki qabağı dövrdə seçki iştirakçıları sülhün əsaslarını şübhə altına alsalar, bu prosesi poza bilər. O qeyd edib. Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali nümayəndəsi Avropa Komissiyasının vitse-prezidenti Kaja Kallas Bakıda Prezident İlham Əliyev tərəfindən qəbul edildi. Qəbul zamanı Avropa İttifaqı Azərbaycan münasibətləri, enerji, bağlantılar, TRIP layihəsinin işlənməsindən sonra yaranacaq yeni imkanlar, təhlükəsizlik, ticarət və digər sahələrdə əməkdaşlığın perspektivləri, həmçinin Cənubi Qafqazda sülh prosesi müzakirə olunub. Kallasın səfəri Bakı-Brüssel xəttində münasibətlərin dinamikasının real nümunəsi hesab oluna bilər. Bu səfərdə ilk diqqət çəkən məqam Avropa İttifaqının baş diplomatının Bakıya Avropa Siyasi Birliyinin sammitinin keçirildiyi İrəvandan gəlməsidir. Siyasi şərhçi Asif Nərimanlı hesab edir ki, Kallasın İrəvan-Bakı marşrutu iki kontekstdə əhəmiyyətlidir. Birincisi, Avropa İttifaqının Azərbaycanla münasibətlərinə xüsusi önəm verməsi və Cənubi Qafqaz siyasətində rəsmi Bakının mərkəzi rolunu qəbul etməsidir. İkincisi, Brüssel regional siyasətinə balanslı mövqedən yanaşır, bölgədə ayrıcı xəttlər üzrə hərəkət etmir. Kallasın sələfi erməni diaspora lobbisinin direktivləri ilə hərəkət edən Josep Borrellin dövründə bu yanaşma sərgilənmirdi. Azərbaycan Avropanın enerji təhlükəsizliyində etibarlı tərəfdaş rolunu oynasa da, lobbi qruplarının Brüsselin siyasətini yönləndirmək cəhdləri Bakıya qarşı qərəzli mövqeyini ön plana çıxarmış, nəticə etibarilə təkcə iki tərəfli münasibətlərdə problemlər yaranmamışdı. Eyni zamanda Avropa İttifaqının Cənubi Qafqazda mövcudluğu sual altına düşmüşdü. Borrelldə daxil olmaqla lobbi maraqlarına xidmət edən siyasətçilər və bürokratların Avropa İttifaqının rəhbərliyindən getməsi Bakı-Brüssel xəttində süni şəkildə yaradılmış problemləri aradan qaldırdı. Avropa İttifaqı Azərbaycan münasibətlərinin etimada əsaslanan dinamik inkişafı bunu aydın şəkildə göstərir. Hərçənd lobbi maraqlarına xidmət edən anti-Azərbaycan şəbəkəsi hələ də Avropa təsisatlarında analoji fəaliyyətini davam etdirirlər. Aşbada Azərbaycana qarşı ədalətsiz münasibətdə, Avropa Parlamentinin qəbul etdiyi qərəzli qətnamələrdə bunu görmək mümkündür. Avropa təsisatlarında mənzillənmiş anti-Azərbaycan şəbəkəsinin əsas məqsədi Bakı-Brüssel xəttində çatlar yaratmaqdır. Azərbaycanla münasibətlərin pisləşməsinin Avropa İttifaqının regional siyasətinə zidd olsa da, lobbi şəbəkələri
müştəriləri üçün vacib olan Avropanın maraqları yox, sifarişçilərin nə istədiyidir. Lakin Avropa İttifaqı Azərbaycan münasibətlərindəki dinamika, icraedici strukturları, xüsusilə Avropa Komissiyası ilə davamlı əməkdaşlığı bu şəbəkənin təxribat planlarının baş tutmadığını təsdiqləyir. Avropa-Azərbaycan İttifaqı münasibətləri siyasi dialoq üzərində qurulub. Bu kontekstdə 3 istiqamət xüsusilə əhəmiyyətlidir: enerji təhlükəsizliyi, nəqliyyat, təhlükəsizlik. Hazırda Avropanın 10 ölkəsi Azərbaycanın enerji resurslarının alıcısıdır. Bu ilin yanvar ayından etibarən Azərbaycan qazının mərkəzi Avropa ölkələrinə çıxışı, Avstriya və Almaniyaya çatdırılması köhnə qitədə Bakının artan rolundan xəbər verir. Azərbaycan enerji təhlükəsizliyində Avropa üçün alternativ mənbə və etibarlı tərəfdaş rolunu oynayır. Bu, Kaya Kallas da daxil olmaqla Avropa rəsmiləri tərəfindən dəfələrlə dilə gətirilib. Mərkəzi Asiyanın enerji resurslarının Avropa bazarına çıxarılması perspektivləri Azərbaycanın əhəmiyyətini daha da artırır. Azərbaycan Avropa İttifaqının Asiyaya çıxış xəttində strateji hub rolunu oynayır. Xəzər və Qara dəniz hövzələrini birləşdirən layihələr, Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolu, ümumilikdə Orta Dəhliz marşrutu Avropa İttifaqının diqqət mərkəzindədir. Azərbaycan-Ermənistan sülh razılaşmalarından sonra Cənubi Qafqazda kommunikasiyaların açılması, əsasən də TRIP layihəsinin işə düşməsindən sonra Azərbaycanın Avrasiyanın nəqliyyat qovşağındakı hub rolunu daha da artırır və Bakı-Brüssel xəttində davamlı əməkdaşlıq Avropa İttifaqının Azərbaycanın nəqliyyat potensialından yararlanmaq imkanlarını genişləndirir. Avropa İttifaqı Cənubi Qafqazda sülh və təhlükəsizlik dövrünü təsdiqləyir və anlayır ki, sülh gündəliyinin əsas təşəbbüskarı olan Azərbaycanla münasibətlər bu prosesdə həlledici rola malikdir. Hazırda Azərbaycan-Ermənistan sülh gündəliyi praktiki müstəvidə inkişaf edir. İki ölkənin cəmiyyətləri arasında etimad mühitinin güclənməsi məqsədi ilə qarşılıqlı səfərlər həyata keçirilir, o cümlədən iqtisadi əlaqələr qurulur. Azərbaycanın Ermənistana tranzit qadağasını qaldırması, yanacaq və digər məhsulların ixracına start verməsi, ümumiyyətlə qarşılıqlı maraqlar əsasında formalaşan münasibətlər regional sülhə mühüm töhfə verir. Yaxın Şərqdə yaranmış problemli vəziyyətə görə Ermənistanı enerji qıtlığı ilə üzləşməsi riskindən xilas edən də Azərbaycan oldu. Bütün bunlar Azərbaycanın sülh gündəliyinə sadiq olduğunu bir daha təsdiq edir. Prezident İlham Əliyev də Avropa Siyasi Birliyinin İrəvanda keçirilən 8-ci sammitində video bağlantı formatında çıxışı zamanı Azərbaycanın sülhə sadiq olduğunu bəyan etdi. Azərbaycan liderinin çıxışını yüksək qiymətləndirən Avropa İttifaqı regionda təhlükəsizlik arxitekturasının qurulmasında Bakının əhəmiyyətini anlayır. Azərbaycan və Avropa İttifaqı münasibətlərində qarşılıqlı maraqlara əsaslanan dinamik inkişaf, Cənubi Qafqaz, Xəzər və Qara dəniz hövzəsi, ümumilikdə Orta Dəhliz marşrutunun keçdiyi bütün coğrafiyanın gələcəyi baxımından strateji əhəmiyyət kəsb edir.